Salam, hər vaxtınız xeyir olsun qardaşlar. Bir dənə video paylaşmaq istəyirəm. Kişilər üçün çox gözəl, çox faydalı bir videodur. Çox xahiş edirəm diqqətlə qulaq asın və paylaşın videonu. Deməli 150 qram cəviz, 150 qram badam, 150 qram balqabaq tumunun təmiz və ləpəsi də, yəni ən önəmlisi odur, yəni yaddan çıxartmayın. Balqabaq tumu təmizlənmişə. Blenderdən keçirirsiniz, üstünə yarım limonun suyunu sıxırsınız. 300 ya 400 qram da təmiz bal, İran balı zadı olmasın, təmiz bal əlavə edirsiniz. Yaxşı onu qarışdırırsınız, yaxşı. Şüşə bankaya yığırsınız, qoyursunuz xaladelnikə, sərin bir yerə. Qoyursunuz, səhər ac qarnına bir dolu xörək qaşığı, axşam yeməkdən 2 saat sonra bir dolu qaşığıyla yeyirsiniz. Bunun faydasını görəcəksiniz, yəni bunu da mən çox açıqlama vermək istəmirəm. Bu sırf kişilər üçündür. Balqabaq tumu silikdə olan, cilt hissəsində daha doğrusu olan problemləri, iraq olsun, xərçəy xəstəliyinə qarşı çox önəmli, çox gözəl bir məhsuldur. Bu videonu yenə deyirəm, imkan daxilində paylaşın, rəy yazın, qoyun qardaş, hamının qarşısına çıxsın. Yəni gedib, üzr istəyirəm, apteklərdən gizli dərman almanın heç bir faydası yoxdur. Yəni sağlam olmaq istəyirsinizsə, yəni biraz pulunuzdan keçin, bir 15-20 manat xərci vardır. Yəni bunu eləyin, faydasını görəcəksiniz, mənə də dua eləyərsiniz. Yəni çox gözəl bir inşallah xeyrin görəcəksiniz. Bu qədər.